güzel şairlerimiz, qiraətçilərimiz buradadır. İstəyirəm elə onlardan birine İlkin Orucoğlu'nu da dəvət edirəm. Buyursun. Hər birinizi salamlayıram. Vahid qardaşına yubiley münasibətilə, 5 yaş münasibətilə sənmə qələtlərini təbrik edirəm. Həmçinin bugünkü təqdimatına görə təbrikliyilə axarlı olsun belə təqdimatlarına. Nə qədər təqdimat eləsin gələcək. Allah ələ verirsin. Var. Çok sağ olun. Gelen ayarlarınız var olsun. Ve daha bir ilkini çağıracaklar. İlkin Əhmədoğlu. Buyurun İlkin Bey. İlkin Bey bizim değerli kardeşimizdir. Hem de Nəcibə İlkin'in belə oğludur. Hoş geldiniz. İlk önce bütün qələm əhlini salamlayıram. Vahid Bey değerli bizim yazarda değerli kardeşimizdir. Təbrik edirəm. Uğurların bol olsun əziz qardaş. Həmişə zirvələrdən səsin gəlsin. Biz bir tədbirlərin birində tanış olmuşduq. O gündən demək olar ki, bütün yazılarınızın hamısını oxuyuram. Allah Hüseyin açımlı versin, təbriniz rəvan olsun, uğurların bol olsun. Təşəkkür edirəm. Çok sağ olun. Gelin ayarlarım var olsun İlkin kardeş. Benim yerim, değerli şair dostumuz Halik Uğur buradadır. Bugün Halik Bey. Mən də bütün burada iştirak edən qələm əhlini, dostları, həmkarları, şəhid valideynlərini, dəyərli sənət yoldaşımız Ruslan bəyi də salamlayıram. Qardaş, sənə Allahdan can sağlığı diləyirəm. İnşallah bu gün olsun ki, sənin 60 illiyi qeyd edilir. Mən burada qürbətdə olan dostlarımız adından da sənə salamlar gətirmişəm. Qürbət edin təmsil edirəm. Mələk xanım, minnətdaram sizə. İllər keçir, düşüncələr dəyişir. Yaş üstünə yaş gəldikcə güc aldın. Bugün sənin xoş günüdür qardaşım. Sevinirəm, bir yaş daha uzaldın. Təbrik edirəm. Çok sağ olun Halik Bey. Gelen ayarlarınızdan olsun. Ben de deyirəm ki, Nahid kardeş, yaş üstüne geldikçe yaş düşünmeyecek uzarırsan. Dillə, yavaş sen Tanrı'ya uzarırsan. Tanrı seni korusun. Bu arada istəyirəm ki, daha bir şairimize söz verirəm. Rəsul Avuşov budadır. Buyurun Rəsul Bey. Teşekkür ederim. Vahid kardeşimizle tebrik ederim. Kitap münasebetiyle hayırlı uğurlu olsun inşallah. Üstelik bir gün var. Gün oldu. Çağırma bana bir gün oturabilsek. Ev yoktu, hem gün diyebilsin. Allah seni sağlığı versin, uzun ömür. Yok, ben bir şey yapmamışım, yalanmışım. Ad günü bilirsin ya. Zavallı. İnsan uşaq olanda, gənc olanda, onun için ad günü gözəl keçir. Amma müəyyən bir yaş dövrü var ki, ondan sonra yaşanan hər ad günü insan daha da kədərlənir, qəhərlənir, çünki ömründən bilir. İnşallah ki, Allah sənə sağlam ömür versin. Ne bilirsən, onu sağlam yaşasın qardaşım. Öpürəm, bağlarım, basıram, uğurlarım bol olsun inşallah. Çox sağ olun arkadaşlar, var olun. Çok sağ olun. Şairlerimiz hiçbirisi şehir demedi. Burada daha bir qiraətçi dostumuz, şair, qiraətçi Rauf Savalanlı buradadır. Yəqin ki, onlar şehir bilməyəcək. Rauf, buyurun. Tüm qonaqları salamlayıram. Şehrin başına, bazı
hazırlaşır. Təbrik edirəm. Çok sağ olun, gelen ayarlarım var olsun.